Binəqədidə iş var yoldaşlar. Bu demək deyil ki, Binəqədidə olan iş elə ancaq bir dənə bundan ibarətdir. Xeyr, sadəcə bu diqqət çəkən variantıdır. Bir çoxunun ürəyincə ola bilər. Hansı mənada? Kimlər əgər Binəqədi rayonunda yaşayır və kimlərsə ki, subaydır və az yaşlı biridir, belə deyək. Az yaşlı dedikdə əslində yəni 20-35 yaşlı uşaqlar üçündür, amma hər 35 yaşlı da subay olmama ehtimalı var. Nəysə, bu mövzu başqa bir mövzudur. Deməli, yoldaşlar, 600 manatlıq bir işdir. Elektrik üzrə köməkçi işidir yoldaşlar. Azin Technology şirkətindədir. Sizdən tələb eləyirlər ki, yoldaşlar, elektrik işlərinə marağınız olsun və öyrənməyə də həvəsiniz olsun. Sonra texniki təhlükəsizlik qaydalarını biləsiniz. Sonra alətlərdən, misal üçün, tornavido, test cihazı və s. istifadə bacarığınız olsun. Yəni, yəqin ki, afterka, bizim dildə nə gedir o söz, bilmirəm. Kəlpətini istifadə edə bilirsiniz də. Belə bacarıqlarınız varsa, fiziki cəhətdən işləməyə uyğun hiss edirsinizsə özünüzü, bu işə müraciət edə bilərsiniz. Bu, xüsusilə də bilirsiniz kimlərə sərf eləyər. 20 yaşı olub, heç bir universitet oxumur, heç bir ixtisası yoxdur, bir peşəyə yiyələnmək istəyir. Baxın, həmin şəxslər üçün bu çox gözəl idealdır. Çünki həm əmək haqqı qazanır, kifayət qədər qənaətbəxş saymaq olar həmin şəxs üçün və həmçinin də bir peşəyə yiyələnir. Bu aspektdən əgər yaxınlarınızda, qonşularınızda kimlərsə görürsünüzsə ki, işsizdir, bir sənət sahibi deyil, onlara misal üçün bu videonu göndərə bilərsiniz. Onlara belə bir, belə deyək, töhfə vermə ehtimalınız ola bilər. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə yoldaşlar, siz əgər bu videonu əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Siz əgər bu videonu YouTube-da görürsünüzsə, videonun adında əlaqə vasitəsi qeyd olunubdur. Yox, əgər TikTok-da görürsünüzsə, o zaman kanala daxil olun, Toğrul Əzəv sözünə toxunun, kanala daxil olun. Kanala daxil olandan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.